Salam, hər vaxtınız xeyir olsun. Bu günləri sizlərlə 5-ci sinifin təşkili üçün mövzuları izah edəcəyik qısa bir şəkildə. Həmçinin daxilində yerləşən nümunələrə, misallara diqqət yetirəcəyik. Bu 5-ci siniflər üçün, həmçinin 6-cı siniflər üçün çox yararlı olacaq. Başlayaq natür ədədlərə. Natür ədədlər saymaq üçün istifadə olunan ədədlərdir. Baxın, diqqət yetirin. Burada da sizə izahını verib, tərifini verib. Və saymaq üçün bir şeyi sayarkən biz 1-dən başlayırıq da, yəni 0-dan başlamırıq. Və ən kiçik natür ədədimiz ona görə də nə olur? 1 olur. Və natür ədədlər N hərfi ilə işarə edilir. Və onluq say sistemi deyildikdə həmin bu ədədlərdən söhbət gedir. Ədədlərimiz rəqəmlər vasitəsilə yazılır. Rəqəmlərimiz 10 dənədir. 0-dan başlayır ta 9-a kimi. 9-a daxildir. Və hansı rəqəmlə ədəd başlaya bilməz? 0 rəqəmi ilə ədəd başlaya bilməz. Burada sizə böyük ədədlərin deyiliş formasını qeyd edir və sıfırların sayına diqqət etdirmək lazımdır. Milyonda 6 dənə, 10 milyonda 7 olur. Çünki 10-da 1 dənə 0 var. Milyonda 6 dənə. Ümumi nə oldu? 7 dənə. 100-də nə qədər var? 2 dənədir. Milyonda da 6 dənə. Ümumi oldu 8 dənə. Milyardda 9 dənə, 10 milyardda 10, 100 milyardda 11, trilyonda 12. Baxın, hamısı bir vahid arta-arta gedir. Baxın, mərtəbə vahidlərin bizə göstərir. Təkliklər sinifi, minliklər sinifi, milyonluqlar sinifi və milyardlıqlar sinifi. Və bizə də ədədin rəqəmlərlə yazılışını verib, rəqəmlər vasitəsilə verib. Baxın, diqqət yetirirsiniz. Bunu 3-3 ayırmalıyıq. 3-3 ayıranda diqqət yetiririk. Baxırıq ki, hansı qrup var? 3-3 ayıranda, baxın, diqqət yetirin. Neçə dənə 3-3 qrup var? 4 dənə 3-3 qrup var. Olur, bu 4 üçün neçə edir? 12. 12 dənə rəqəm olmaq hansına məxsus idi? Trilyona məxsus idi. Olur, 345, baxın, trilyon. 208, 208-dən sonra neçə dənə var? Baxın, 9 dənə olur da, 3 qrupa, hərəsində də 3 rəqəm. 9 dənə olur və milyarda məxsusdur bu. 208 milyard, 765 milyon və 217.809. Və bunlardan sizə istifadə olunaraq nümunələr verib, misallar verib. Baxırsınız, birinci nümunədə verib. Burada da yenə 3-3 ayırmaq lazımdır. 3-3 şəklində ayırıb ifadə edirsiniz. Burada ən əsası bilməlisiniz natür ədədləri nəyə deyilir? Sonra milyardın, milyonun, sonra trilyonun neçə dənə rəqəmləri olur? Onlardan söhbət gedir. Və onluq say sistemində də rəqəmlər neçə dənədir və ədədləri yazmaq üçün rəqəmlərdən istifadə edirik. Bundan əlavə olaraq da hansı rəqəmlə başlamır? 0 rəqəmi ilə başlamır. Əsas bu hissələrdir. Və mərtəbə vahidlərinə deyildikdə, baxın, burada bu nədir? Təklik, onluq, yüzlük, minlik, 10.000, 100.000. Bu şəkildə davam edirik. Sonra gəlir onun qüvvətləri. Onun qüvvətləri nə deməkdir? Yəni, onu müəyyən dəfələrlə bir-birinə vurmaq. Məsəl üçün, 10 üstü 1, bu 10 üstü 1 oxunur. Yəni, 10 deməkdir. 10 üstü 2 nə deməkdir? Onun kvadratı deməkdir. Kvadrat üstündə 2 demək olur. 10 üstü 2 o deməkdir ki, onu 2 dəfə özünə vur. Yəni, üstündə neçə yazdırsa, o qədər 10 bir-birinə vurulur. 10 üstü 3, onun kubu deməkdir. Kub üstündə 3 deməkdir. Yəni, onu 3 dəfə özünə vur. Baxın, burada 10 üstü 4 olanda nə olur? 4 dəfə öz-özünə vurub. Baxın, bu hissədə bu əsas adlanır. Baxın, görürsünüz, qüvvətin əsası. Bu da nə olur? Qüvvət üssü adlanır. Qüvvət adlanır. Və deyir ki, 10 ədədi 4-cü dərzdən qüvvətə yüksəldirir. Baxın, burada da deyir, 10 üstü 2 nədir? Onun kvadratı. 10 üstü 3 nədir? Onun kubu. Yəni, kub deyəndə üstündə 3 olur. Kvadrat deyəndə 2 olacaq. Sonra burada da misallarda da verib, diqqət etirin. 6-cı misalda da 2 vurursan 10 üstü 2. 10 üstü 2-yə hesablayırıq, 100 eləyir. 100-ü vururuq 2-yə, eləyir 200. Daha sonra 9-cu nömrəyə məsələ baxın, misala baxın.
Onun kvadratı. Onun kvadratı nə deməkdir? 10 üstü 2. 3 vahid kiçik. 3 vahid kiçik deyəndə çıxırıq. Onun kvadratı. Onun kvadratının 2 misli. Misli dəfə deməkdir. Burasını 2. Bu bəzi misallara deyirəm ki sizə. Yəni sizin üçün aydın olsun. Sonra ədədin açıq şəkildə yazılışı. Baxırsınız ki 5-dən sonra neçə dənə rəqəm var? 1, 2, 3, 4 dənə. Baxın burada neçə dənə 0 olacaq? 4 dənə. Sonra 1-dən sonra neçədən 0 rəqəm var? 1, 2, 3. Oldu. 1 vurulsun 1000. 0'ı ehtiyac yoxdur yazmamıza. 7-dən sonra bir dənə var deyə 7 vur 10, üstəgəl 9. Yəni bu şəkildə yazırıq. Məsəl üçün bunu yazmaq istəyirik. Məsələn 4 vurulsun 10 üstündə baxın 1, 2, 3, 4. 10 üstü 4. Üstəgəl 5 vurulsun 10 üstü 1 vahid adıdır 3. Vurulsun deyirik. Toplansın. Deməli 6 vurulsun 10 üstü 2. Üstəyəlsin 3 vurulsun 10 üstü 1. Üstəyəlsin 4. Bu şəkildə yazırıq. Sonra gəlir mövqeysiz say sistemləri. Ümumi qrup şəklində izah edirəm ki, çox qısa şəkildə mövzuları çoxluca izah eləyək. Yəni ki, sizin üçün rahat olsun. Yəni bəzi çünki şagirdlər mövzudan çox irəliləyirlər. Artıq biz dekabr ayındayıq və müəyyən hissəyə kimi artıq birinci hissə yekunlaşır. Ona görə də çalışaq çatdıraq ki, həmin o mövzulara çatdıraq və sizin üçün də rahat olsun. Onsuz da bunlar sadə mövzulardır. Yəni aşağı siniflərə keçə bildiyiniz mövzulardır. Mövqeysiz say sistemləri nə demək? Mövqeyli nədir? Mövqeysiz nədir? Mövqeyli də tutduğu həmin o mövqeydən asılıdır. Yəni sən onun yerini dəyişdirsin, ifadənin qiyməti dəyişiləcək. Məsələn 27 ilə 72-nin qiyməti fərqlidir. Yəni tutduğu mövqeydən asılıdır və yaxud da belə deyək də 7 burada nəyi bildirir? Təkliyi bildirir. 2 nəyi bildirir? Onluğu. Buradakı 2 nəyi bildirir? Təkliyi. Bu nəyi bildirir? Onluğu. Amma Rum rəqəmlərində, yəni mövqeysizdir. Sən məsəl üçün x, c, l yazırsan. Məsələn deyirəm. Burada l təkli, c yüzlü, x onluq belə bir şey yoxdur da. Yəni mövqeyli o deməkdir. Yəni onluq say sistemi var burada. Və mövqeysiz say sistemləri Rum rəqəmlərdir. Və burada da görürsünüz onluq say sistemi verib. 1 bir dənə xətt olur. 5 v-ni bildirir. X onu bildirir. L 50, c 100, d 500, m nə 1000. Burada Rum rəqəmlərinin xassələri var. Baxın bunlar xassələri. Birinci xassə. Bir simvoldan, yəni Rum rəqəmindən 3-dən artıq yazmaq olmaz. Yəni 300 c yaza bilərsən, amma 400 4 dənə c olmaz, səhv olur. Növbəti isə eyni simvollar yanaşı olduqda toplanılır. Baxın, eyni simvollar yanaşı olanda nə olacaq? Toplanacaq. Ümumiyyətlə toplama qaydası sağında olanda toplayacaq, sonunda olsa çıxacaq. Məsəl üçün x v-dir. Bu neçə deməkdir? 10 üstəgəl 5. Bu nə olacaq? 15. Amma məsəl üçün talim belə deyək də bir xətt x. Bu nə deməkdir? 10 çıx 1. Nə eləyir? 9. Və yaxud da x sağında xətt 10 üstəgəl 1 neçə edəcək? 11. Bunu mən sizə ona görə göstərdim ki, indi istər-istəməz necə deyim, jurnallarda, kitablarda həmin o Rum rəqəmlərlə 9-cu və 11-ci siniflərin yazılmasını görürsünüz də, yəni Rum rəqəmi ilə yazılır adətən. Baxın, nümunələr də verib sizə. Burada da baxın, bir xətt olanda nə olur? 1 üstəgəl 1 2. Və onu da deyək ki, burada kitabınızda yoxdur. Hansından bircə dəfə istifadə eləmək olar? V, L, D. Yanaşı bircə dəfə istifadə edirsən. Yanaşı olmur ümumiyyətlə. Çünki V olmur. V nə eləməlidir? 5 eləməlidir. 10 nə əvəz eləyir? 10. Yəni x əvəz eləyir. Ona görə olmaz. L nə eləyir? L 50 üstəgəl 50. Eləyir neçə? 100. O da nə eləyir? C-ni bildirir. Ona görə olmaz. Daha sonra D 1000 eləyir. O da ki, yəni 500 1000 eləyir. O da ki, onsuz da m hərfimiz var, 1000 varımızdır. Ona görə də olmaz. Yəni VLD-dən ancaq bircə dəfə istifadə edilir. Yəni VV yanaşıdan söhbət gedir. Yanaşı olmaz, yanaşı gəlmir. Deməli, bu hissələrə diqqət yetirin. Baxın bu misallar, 12-ci misallar, 13-cü misallara diqqət yetirin ki, onlar sizə çoxlu lazım olacaq. Həmçinin də burada ən əsası, bugünkü izahda ən əsası
Kvadrat deyəndə üstündə 2 olur. Kub deyəndə nə olacaq? Üstündə 3 olacaq. Və bütün misallarda çalışın diqqət edirin. Sadəcə yəni ki, dərsin özündən deyil, burada bəzən elə misallar olur ki, dərsdə yazılmayan qayda həmin o nümunədə göstərilmiş olsun. Ona görə də diqqətli şəkildə baxın. Bugünkü hissə buracandır. Yəni ki, mövqesiz say sistemlərini izah edir. Müqayisə və sıralamaya kimi. Növbəti indi inşallah günlərdə də vaxt olduqca o hissələri də çəkib izah edəcəyik. Ona görə çalışın izləmədə olun ki, mən yəni ki, bu izahı atdıqda xəbərdar olasınız. Videonu da həmçinin digər ətrafınızda bölüşün ki, ehtiyacı olan bir neçə şagirdlərimiz var ki, qavramada çətinlik çəkir və dəfələrlə baxmağa ehtiyacdır. Ona görə də həmin videonu paylaşıb digər uşaqlara, ehtiyacı olan uşaqlara da dəstək ola bilərsiniz.